O deyir abrakadabra. Sənə abrakadabra elədi və hamilə qaldın. Cəmi bir kurs müalicə. Heç tamam olmamış gördüm maşallah hamilə qaldın. Təbrik edirəm. Hamiləlik mənim balam, qısa məlumat verim. Bir xəstəlik deyil, patoloji bir proses deyil. Ona görə də məsələn pasient xəstə yox, hamilə deyə müraciət edəcəm. Xeyirli olsun, inşallah hər şey yaxşı olsun. 9 ay bir yerdə irəliyək. Amma hamiləlik dönəmində bizim hansı ki əsas rutin, protokola görə göstərişlərimiz var, onları vaxtı-vaxtında eləyək. Normal bir hamilə öz mama ginekoloqunun yanına 9 aylıq hamiləlik takibində ən az 7 dəfə yanımızda olmalısan. Protokollara uyğun nə lazımdır, onları eləyəcəyik. İndi ilk gəlişində, ilk gəlişdə hansı bizə analizlər lazımdır, onlara göndərəcəyik sənin. Qidalanmamıza fikir verəcəyik. Ən birinci bizim maye qəbulumuz, saf su. Gün ərzində 2 litrə qədər maye qəbul edəcəksən mütləq qaydada. Qidalarına fikir verəsən, çalışacaq həftədə ən azı 4-5 dəfə qırmızı ət yeyəcəyik. Meyvə tərəvəz, 400-500 qram tərəvəz hardasa 200-300